Peyğəmbər buyurdu ki, 3 qız kim tərbiyə eləsə, qiyamətdə zaminəm cənnətə gedəcək. Biri dedi, ya Rəsulallah, 2 qızım var mənim. Dedi, 2 qıza da zaminəm. Biri dedi, birdən 1 qızım olsa, dedi ona da övladlarına mərhəmət göstərəm. Uşaq rəhmət ağuşunda böyüməlidir. 7 il. 7 il. Növbəti 7 il deyir, başda ədəb verməyə. Əmrləri saxla 7-dən 14-ə qədər. Əmr elə, deyirəm, bunu eləmək olar, bunu eləmək olmaz. Niyə? Niyə əvvəl məhəbbət, rəhmət, sonra əmr? Çünki əmr verəndə artıq uşaq arxayındır ki, bu mənə sevgisini göstərir. Bunu nə desə mənə sevgidən gəlir. Nə desə atam, anam, olar desə, olmaz desə, hamısı arxayın olsun məhəbbət cəhətindən ki, onda əmrin fəlsəfəsində başa düşür. Bunlar hamısı hazırlıqdır bəndəliyə, Allahla münasibətə.